Birinci qəpikdən başlayaq. Qəpiyin iki yüzü var da, bilirsən. Bir xəritə üzü, bir də şəbəkə üzü. Mən qazandım. Həmişəki kimi. Onda bir dənə də belə atın. Deməli, bax, tutaq ki, sən bu qəpiyi atırsan, düzdürmü? Bu qəpiyi atanda xəritə üzünün düşmə ehtimalı nə qədər idi? Aha, 50%, bəli. Deməli, ümumi ehtimal nə qədərdir? 2də 1 ehtimalına. 2də 1. Niyə görə? Mümkün hallar neçədir səndə? Qəpiyin neçə üzü var? 2. Deməli, mümkün hallar çoxdur. İndi deyəcəyik ona, bəli. Mümkün hallar. Deməli, məxrəcə nə yazacaqsan? 2. Ay, sağ ol. İndi gəl baxaq zərə. Bir zərə atanda neçə üz var? 6-da 1. Tutaq ki, mən deyirəm ki, zərin hansı üzü düşsün, məsələn? 6 üzü. Ataq görək. 5 üzü düşdü, məsələn. İndi zərin bir zərə atdıqda 5 üzün düşməsi ehtimalı neçədir? 6-da 1-dir. Aha. Yaxşı, bəs 2 zərə atanda? 2 zərə atanda 36 hal var. Tutaq ki, indi mənim ikinci bir zərim yoxdur yanımda. Tutaq ki, bu da digər bir zərdir. Düzdürmü? Birini atanda burada neçə hal olur? 6. İkinci, tutaq ki, burada 2 çıxsa, burada yenə 6 hal var. 3 çıxsa, yenə 6. Neçədən 6 oldu? 36. Ay, sağ ol. Başa düşdün? Əla. Sonra, tutaq ki, deyirəm ki, zərə atanda cüt halın düşməsi ehtimalı nə qədər olar? Cüt xal, 1, 2, Cüt, 3, cüt. 4, 5, 6, Cüt. 1, 2, 4, 6. Aha, neçə oldu? 3-cüdür. 6-nın 3-ə. 6-nın 3-ə. 50-nin 50-yə. 6-nın 3-ə. 3 dənə mən tək var, 3 dənə cüt var. Mən cüt deyirəm, cüt deyirəm. Ümumi halım nə qədərdir? 6 dənə. Deməli, məxrəcə nə olacaq? Cütdən 3 dənə. Məxrəcə nə olacaq? 6-da 3. Aysa, ixtisarla 2. 2də 1. Yaxşı, sonra tutaq ki, kürəciklərdir. Uşaqlar düzdür, bunun başına daş salıb. Çox az qalıb. Kürəciklər. Çox idi. Deməli, tutaq ki, sən bu kürəcikləri görmürsən. Gözünü yumursan, yum, yanını yum, həqiqi yum. Yum göz.